Azərbaycan idmançıları diqqətinizə məqamı çatdırmaq istəyirəm, dəyərli qonaqlarımız. 30 il boyunca bizim torpaqlarımız işğal altında olanda məhz Azərbaycan bayrağını qeyrətlə, cəsarətlə dünya ölkələrində, yüksək kürsülərdə o üç rəngli bayrağımızı dalğalandıran bizim Azərbaycan idmançılarımız idi. Hər dəfə onlar zəfər qələbə çalanda ürəyimizdə deyirdik ki, kaş ki bu idmanda qazandığımız qələbəni bir gün Qarabağda qazanaq. Bu oğullar aylarla, illərlə məşq edib, zəhmət çəkib o qələbəni, o belə deyəklər, zəfərə gedən yolun addım-addım o irəliləyirdi. Hər dəfə o qələbəni bizə yaşadan Azərbaycan xalqı olaraq biz sevinirdik. Deyirik qələbəni bax belə yaşayırlar, bizim bayrağımız ki necə ucalırdı. Sizin hər birinizə təşəkkür edirik. Bütün Azərbaycan